işlər var ki, bu Ramazan ayında görmək daha müstəhəb əməllərdəndir. Onlardan biri səcdə etməkdir. Peyğəmbər buyurur ki, və zuhurukum səqilətun min avzarikum. Sizin çiyninizdə ağır yükləriniz var. Nə edin bu yükləri? Peyğəmbər buyurur ki, fəxəffifu ənhə bituli sucudikum. Uzun səcdələr etməklə. Uzun səcdələr etməklə çiyninizdə olan ağır yükü yüngülləşdirin. Səcdələr edin. Və Həzrətin yanına bir nəfər gəlir Peyğəmbərin və deyir ki, ey Allahın Rəsulü, istəyirəm səninlə cənnətdə birlikdə olmaq. Peyğəmbərə bu cür deyir. Çoxunun arzusu idi. Bir cənnətin gözəllikləri öz yerində, amma Peyğəmbərlə qonşu olmaq o bir gözəlliklərin ən üstündür. Dedi, Peyğəmbər istəyirəm səninlə birlikdə cənnətdə olan. Həzrət buyurdu ki, düzdür, mən də dua eləyərəm, amma sən də mənə kömək etkinə. Dedi, mən nə cür kömək edim? Peyğəmbər buyurdu ki, uzun səcdələrlə. Uzun səcdələrlə sən də mənə kömək etkin.